Biraz qanunsuz bir işdir bu əslində. Qanunda xarici musiqiləri improvizə etmək, bəlkə də professional baxış bucağından. Qanun deyir ki, məni sev. Bu qanunda elə o qanun kimi nizam-intizam tələb edir. Qanuna olan sevgim uşaqlıqdandır. İfalarımı paylaşaraq göstərməyə çalışıram ki, maliyyəçidən musiqiçi ola bilər, maliyyəçidən ifaçı ola bilər. İtalyan musiqisi Felicitanı ifa eləmişdim. İtaliyada yaşayan azərbaycanlılar İtalyan dostlarına, yoldaşlarına göstərmişlər. Onlar da həqiqətən təəccüblənmişdilər ki, yəni bu alətdə necə bu musiqini ifa etmisən? Sən bizim Cəbiş müəllimini ifa edə bilərsən, Şəhtiqə Axundovadan Həsrətindən də ifa edə bilərsən, Coolio Gangsta Paradise də ifa edə bilərsən, Taksi filminin soundtrackini də ifa edə bilərsən. Yəni bu artıq biraz baxış bucağıdır. Öz estradamıza da müraciət edirəm. Dünyanı gəzərək ifa etmək istəyirəm. Açıqcası bu mənim ən böyük arzularımdan, xəyallarımdan biridir. Azərbaycan hüdudundan çıxdığım hər yerdə bir azərbaycanlısan və Azərbaycanı layiqincə təmsil etməyi bacarmalısan. Nə etməyindən asılı olmayaraq. Asan TV-də müsahibəmi izləyin. YouTube kanalımıza abunə olun.